Elə bir biraz yorğun görsənirsən. Yox, yorğun deyiləm. Elə bir çox yorğun görsənsən gözün qızarır. Yox, arada olur, amma indi yorğun deyiləm. Ayten xanım, siz gözəllik sektorunda çalışırsınız. Bəli. Siz estetikaya necə baxırsınız? Çox pis baxıram. Yəni mən daha çox belə təbiilikdən, təbii gözəllikdən yanayam. Sizdə hər şey təbiidir. Bəli, uşaqlıq şəkillərimi də göstərə bilərəm. Ən gənc qaş silmə ustası sənsən? Bəli, Neçə yaşından başlamısan ki? balcam. Neçə ildir ki işləyirsən? 3 il. Sən neçə yaşın var ki? Yaşı nə deyim ki? Mətanət, siz hansı planetdən gəlmisiniz? Mən qaşlan. Mən sizə filtr istifadə eləmədim. Heç filtr istəmirəm. Mən zaten özüm filtrlərlə belə oxşuyuram. Nurəddin usta, siz qaş da eləyirsiniz, bığ da eləyirsiniz. Xeyr, ancaq ki effekt edirəm. Bığ effekt etmirəm. Amma sizin bığınız var. Bu mənim təbii öz bığımdır. Bura Fibrosun Xətai filialıdır. Sizin gözləriniz çox böyükdür. Hamısı qaş işləməkdən. Qaş işləyəndə adamın gözü böyük olur. Siz hansı xidmətləri göstərirsiniz? Qaş prosedurları, dodaq permanenti, liner. Özünüzə etmisiniz? Əlbəttə özümü. Özünüzdə etdiyinizi xanımlara da tövsiyə edirsiniz? Bəli, çünki tam təbii görüntüdür.